9-cu siniflər üçün keçirdiyi sınaqdan belə bir sualın həllinə baxdıq. Buradan A-nın qiymətini təyin edib aparıb ifadədə yerinə qoyub X-in qiymətini tapacağıq. Gəlin baxaq. Deməli, bunun hər bir tərəfini, ifadənin sağ və sol tərəfini 2-yə vuraq. Nə eləyəcək? A çıxılsın 2, üstə gəlinsin 2A bərabərdir 10. A üstə gəlinsin 2A, 3A, mənfi 2. Sağ tərəfə keçəcək. Müsbət əks işarə ilə eləyəcək 12. A da bərabərdir 4. Deməli, A 4 imiş. Gətirək ifadədə yerinə qoyaq. 4x üstə gəlinsin 2y bərabərdir 1. X çıxılsın 4y bərabərdir mənfi 11. Bu sistem tənliyimizi də toplama üsulu ilə həll eləsək, birinci tənliyi 2-yə vursaq, bu cür bir tənliyi alarıq. 8x üstə gəlinsin 4y bərabərdir 2. X çıxılsın 4y bərabərdir mənfi 11. İndi gəlin bu tənliyə toplama üsulunu əvəz edək. 8x ilə x, 4y, müsbət 4y ilə mənfi 4y, 2 ilə mənfi 11 toplanacaq. Gəlin baxaq. Nə alınır toplayanda? Buradan da alınır ki, 8x üstə gəlsin x 9x, 4y üstə gəl mənfi 4y 0-a getdi. 2 üstə gəlsin mənfi 11, eləyəcək mənfi 9. X da bərabərdir mənfi 1. Bizdən nəyi soruşurdu? X-in qiymətini. Deməli, cavab mənfi 1.